Bir çox valideynlər hamiləlikdə körpənin cinsiyyətinin kim tərəfindən müəyyən olunmasını bilmirlər. Bəziləri həyat yoldaşlarını qınayaraq, yenə neçənci dəfə qız dünyaya gəlir, get bu uşağı saldır, bu qədər qız olar deyərək evdə böyük bir söz söhbətlərə, ailə dramlarına gətirib çıxardan bir şeylərə səbəb olur. Təbii ki, biz həkim kimi öz praktikamızda belə şeylərlə, buradan necə gözü yaşlı anaların çıxmağı, üzgün vəziyyətdə ultrasəs müayinəsi əllərində, yenə qız və yaxud da ki, əksinə öz praktikamda şəxsən dəfələrlə bunun şahidi olmuşam. Yenə oğlan deyib, hətta oğlan uşaqlarını aldıran analarımız az olmur. Bu insanların çoxsu dölün cinsiyyətinin kim tərəfindən müəyyən olunması haqqında həqiqətən informativsizdir. Mən sizə demək istəyirəm ki, dölün hansı cinsdə olması birbaşa atadan asılıdır, anadan deyil. Çünki insan doğulduqda 23 cüt xromosomu ilə, qadınlarda 46XX, kişilərdə isə 46XY xromosomu ilə doğulur. Mayalanma getdiyi anda kişinin bir yumurta hüceyrəsi, eləcə bir genetik hüceyrəsi, qadında da bir genetik yumurta hüceyrə bir-biri ilə qovuşaraq bir cüt təşkil edir. Bu da baxır, əgər kişidə X xromosomu ötürülürsə, qadında olan bir cüt X xromosomun biri ilə birləşərək XX, yəni qadın cinsinin meydana gəlməsinə səbəb olur. Bir sözlə, hər bir şey, xüsusən dölün cinsiyyəti siz kişilərdən asılıdır.